Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Quran-ı Kərimdə Allah mütəal Ənbiya surəsində biz müsəlmanlara xitabən bir ayə-i şərifədə buyurur. Euzu billahi mineşşeytanirracim. İnne hazihil ummetikum ummetun vahidə və ana rabbukum fa'budun. Birinci sizin mənsub olduğunuz ümmət, yəni İslam ümməti, yəni müsəlmanlar vahid bir ümmətdir. Bir ümmətsizsiniz. Buna görə bilin ki, mən sizin Rəbbinizəm və mənə ibadət edin. Allah mütəal bu ayə-i şərifədə işarə edir ki, İslam ümməti hamısı bir vahid ümmətdir. Vahid ümmət olaraq bizim ibadi fərqliliklərimiz ola bilər, əqidə fərqliliklərimiz ola bilər. Lakin İslami dəyərlər baxımından biz vahid bir ümmətik və İslami dəyərlər bütün ümmət tərəfindən qorunmalıdır. Bütün ümmət tərəfindən əziz tutulmalıdır. İslami dəyərlər Qur'andır, İslami dəyərlər dindir, İslami dəyərlər qiblədir, İslami dəyərlər peyğəmbərdir və İslami dəyərlər peyğəmbərin əhl-i beytidir. Peyğəmbərin əhl-i beytinə bu günlərdə zülm olunub. Bu bir İslami dəyərdir. Bu bir məzhəbin dəyəri deyil. Bu sırf bir məzhəbə aid məsələ deyil. Bu, bütün müsəlmanların hamısının müsibətidir. Bu, bir İslam tənəzzülünün göstəricisidir ki, müsəlmanlar Peyğəmbərindən sonra hansı vəziyyətə gəlib düşmüşlər ki, 50 il keçmiş öz Peyğəmbərinin ailəsini qətliam elədi müsəlmanlar. Və təəssüflər olsun ki, bu günləri bəzi adım müsəlman qoyanlar elə o Əməvi zehniyyətində qalıb, hətta özünü din tələbəsi kimi, din alimi kimi cəmiyyətə təqdim eləyənlər gəlib İmam Hüseyn əleyhissalamın səhv iş gördüyünü iddia edirlər. Deyirlər ki, İmam Hüseyn əleyhissalam o zaman qanuni xəlifəyə qarşı çıxdı, gərək çıxmayaydı, gərək səhabələr onu ögüd nəsiyyət elədi, bu ögüd nəsiyyətə qulaq asaydı. Bu işte o zaman baş tutmazdı. Yəni, dolayısıyla Yezidi günahı yoxdur bu məsələdə və hətta biraz da qabağa gedib deyirlər ki, Yezid ictihad elədi bu məsələdə. İctihad eləyibsə də, ictihadın belə bir qaydası var da, adam ictihadda düz ictihad eləsə 2 savab qazanır, birdən səhv ictihad eləsə 1 savab qazanır. Yəni, abırsızlıq bir həddə gəlib çatıb ki, Yezid ictihad eləyib, indi deyək ki, səhv ictihad eləyib İmam Hüseyni öldürüb, Allah da onu bir dənə savab verəcək. Allah əvvəl Yezidə lənət eləsin, sonra sənin bu iddialarına lənət eləsin. Biz də tarixi araşdırırıq, baxırıq, görürük ki, bu törtökün düşüncələr əhl-i sünnənin düşüncəsi deyil, əzizlərim. Bu törtökün düşüncələr Əməvilərin törtökün düşüncəsidir. Mən sizə indi vaxt çox almadan əhl-i sünnənin əzəmətli imamlarının, böyük imamlarının Kərbəla hadisəsi, İmam Hüseynin barəsində və Yezidin barəsindəki nəzərlərini oxuyacağım. Haqq əhli, qərəzli yanaşmayan, insafı olan, vicdanı oyaq olan, istənilən insan başa düşəcək ki, əhl-i sünnənin bu məsələdə İmam Hüseynə və Yezidə baxışı nədir? Kərbəla hadisəsinə baxışı nədir? O zaman bunun müxalifində danışanlar əhl-i sünnədən ola bilməz. Bunlar ola bilər, elə Əməvi davamçılar olsun. Əbul-Həsən Əşəri Əşairə məktəbinin banisidir, lideridir. Əhl-i sünnədə Əşairə məktəbi var, bir də Mu'təzilə məktəbi var. Əşairə məktəbinin, Əşairə əqidəsinin banisi Əbul-Həsən Əşəri. Ne yazır bu
bu hadisə barəsində. Deyir, Yezdin zülmü həddən artıq çox olduğu üçün İmam Hüseyn onun zülmünə qarşı qiyam etdi və Kərbəlada şəhid oldu. Açıq şəkildə etiraf edir ki, Yezdin zülmü çox idi və İmam Hüseyn də ona qarşı çıxdı və şəhid oldu. Şəhid olaraq İmam Hüseyn adlandır. Əllamə Alusi İraqda Əhl-i Sünnənin nüfuzlu mərcəi təqlidi olub, müfti olub, Ruhul Məani təfsirini yazıb. Ruhul Məani Əhl-i Sünnənin mötəbər təfsirlərindəndir. Ruhul Məanidə Əllamə Alusi yazır. Muhammed surəsinin 22-ci, 23-cü ayəsini gətirir. Odur ki, sizdən İslamdan üz döndərəcəyiniz təqdirdə yer üzündə fəsad törətmək və öz qohumlarınızı tamamilə kəsməkdən başqa bir şey umulmur. Onlar Allahın lənət etdiyi şəxslərdir. Bu ayəni gətirir öz təfsirində. Bunun izahında yazır ki, burada lənət olunmuş şəxs Yeziddir. Yəni, bu gün bizə heç ittiham edirlər ki, lənət demək olmaz. Biz də Əhl-i Sünnənin böyük alimlərini nəzərdən getirir. Həmbəli məzhəbinin böyük əzəmətli imamı Əhməd ibn Həmbəl nəql edir ki, Əhməd ibn Həmbəldən oğlu Abdullah Yezidə lənət oxumaq barəsində sual soruşdu. Dedi, Yezidə lənət oxumaq olar, olmaz. Əhməd ibn Həmbəl onun cavabında həmin oxuduğum ayəni oxudu. Ondan sonra dedi, Yezidin törətdiyi fitnədən daha böyük hansı fəsad və əlaqələri kəsmək mümkündür? Həmbəli deyir ki, Yezidin törətdiyi fitnə idi. Bu fitnədən böyük hansı fitnə ola bilərdi bəşərdə? Sual verir oğluna. Alusi bu sözləri nəql edib, istinad edərək gətirir. Deyir ki, Yezidə lənətdən son yoxdur. Yəni, hədd yoxdur Yezidə lənət deməkdə. Nə qədər bacarsın, desin, elə yeri var ki, Yezidə lənət desin. Çünki o böyük bir insan idi, yəni nüfuzlu idi, o xilafət kürsüsündə oturmuşdu və pis xüsusiyyətlərə malik idi və Mədinə əhlinə zülm eləmişdi. Hirrə hadisəsi, Mədinə əhlinin 3 gün malını, canını, namusunu halal bilmişdi. Mədinə əhlində indi deyəmlər ki, heç kim ki, orada da elə ancaq Əhl-i Beyt dostları idi bu işi görmüşdü. Orada kifayət qədər də Peyğəmbər sahabəsi var idi. Zülümdə həddini aşmışdı, İmam Hüseyni öldürmüşdü, Əhl-i Beyti təhqir etmişdi. Belə bir adama Əhməd ibn Həmbəl deyir ki, mən lənət demirəm, Quran lənət deyir. Qurandan istinad üstürsə, həmin ayəni gətirir, deyir, ona Quran lənət deyir. Həmçinin İbn Xaldun da deyir, demək olmaz ki, Yezid İmam Hüseyni öldürməklə ictihad elədi. Bugünkü o iddialara Əhməd ibn Xaldun cavab verir. İbn Xaldun cavab verir. Çünki İmam Hüseynlə qiyama iştirak etməyən səhabələr, onlar heç vaxt Həzrətin öldürülməsinə icazə verməmişdilər. İmamla döyüşən Yezid idi. Bu Yezidin hərəkəti onun fiskinin əlamətləridir. Yezid isə ədalətdən uzaq idi və Hüseyni zülümkar bir hökmdara qarşı çıxmaqdan başqa bir yolu, bir çarəsi qalmamışdı. Doktor Taha Hüseyni Əhl-i Sünnənin yazıcısı, ədəbi və müasir tədqiqatçılarındandır. Deyir, Hüseyn bir tərəfdən dini qorumaq üçün məsuliyyət daşıyırdı. Onun bir məsuliyyəti var idi. Peyğəmbərin nümayəndəsidir. Onun vəzifəsidir ki, bu dini qorusun. Din əldən gedir. Boynuna haqq gəlib artıq. O durub elə-belə öz başına çıxmayıb meydana. Digər tərəfdən isə azad və qəhrəman bir insan idi. Azad ruhiyyəli insan zülmə qarşı etiraz bildirməlidir. O heç vaxt Yezidin beyətinə təslim olmayacaqdı. Deməli, məqsədinə çatmaq üçün hər bir şəri işi görməli idi. Buna görə də Kufəyə beyətdən uzaqlaşmaq üçün şəhadətə üz tutdu və şəhadəti Yezdə beyət etməkdən üstün tutdu, şəhid oldu və Yezidin zülmünə bunun vasitəsilə son qoydu. Bir dənə də nümunə edirəm, amma nümunələrimiz çoxdur.
Şafii məzhəbinin böyüyü. İmam Hüseyn və onun səhabələri barədə gözəl bir beyt şeir yazıb. Və şeirində bütün ürək sözlərini deyib. Bu da Şafii məzhəbinin böyüyü. Yəni, biz deyirik ki, bu əhl-i sünnə qardaşlarımızın 4 dənə məzhəbi var. Məzhəb böyükləri bu əqidədədir. Sən bu əqidənin ziddinə çıxırsan, deyirsən, Yezid düz elədi, Yezid haqq xəlifə idi, İmam Hüseyn səhv iş gördü. O zaman sən bu 4 məzhəbin heç birində deyilsən. Sən ümumiyyətlə əhl-i sünnə adından danışmaq ixtiyarın yoxdur. Şafii bir şeir yazıb. Yazır ki, tərcüməsini deyirəm mən o şeirin. Bu hadisə yuxumu qaçırtdı. Bizə deyənlər ki, bu əzadarlığı hardan öyrənmişsiniz? Niyə sinə vurursunuz? Niyə ağlayırsınız? Mən deyirəm ki, əzadarlığı elə bizə Şafii öyrədir. Şeirini tərcümə edirəm sizin üçün. Bu hadisə mənim yuxumu qaçırtdı. Saçlarımı ağartdı. Ürəyimi, gözlərimi məşğul etdi. Məni kədərləndirdi, gözlərimdən yaş gəldi. Yəni, İmam Hüseynə ağlamağı, elə Şafii deyir ki, ağlamaq lazımdır. Mən də deyir, ağlamışam, ürəyim kədərlənib, saçım ağarıb bu müsibətdən, mən ağlamışam, deyir. Ürəklər onu naxoş etsə də, məndən Hüseynə mesaj çatdıran varmı? Mənim sözümü kimsə İmam Hüseynə çatdıra bilərmi? Hüseynin köynəyi qana boyanmış, günahsız və günahı olmayan bir qətli olunmuşdur. Təəccüblüdür ki, biz insanlar bir tərəfdən Peyğəmbərin ailəsinə salavat göndəririk, digər tərəfdən onun övladını öldürüb işgəncə edənə raziyallahu anh deyirik. Şafii deyir bu sözdə. Əgər mənim günahım Peyğəmbər ailəsi ilə dostluq etməkdirsə, bu günahdan heç vaxt tövbə etməyəcəm. Peyğəmbərin ailəsi qiyamət günü mənim şəfaətçim olsun, bu da şəfaətmi olsun. Bəzən biz deyirik, İmam Hüseynə xatır Allah məni bağışla, İmam Hüseynə xatır Allah mənim filan hacətimi ver. Bu şəfaətdir də. Şafii deyir ki, mən də İmam Hüseyndən şəfaət istəyirəm qiyamətin günündə. Və əgər onlara qarşı nifrətim varsa, bağışlanmaz bir günah etmiş olaram. Əgər mən onlara qarşı bir kinim olsa, demək ki, mən həyatımda bağışlanmayan bir günah eləmişəm. Əzizlərim, yenə deyirəm ki, İslam ümməti vahid bir ümmətdir və İslam ümməti bütün vahid dəyərlərini qorumalıdır. İmam Hüseyn vahid dəyərdir. İmam Hüseyn vahid İslam ümmətinin əzəmətli dəyərlərindəndir. Ona görə də bütün İslam ümməti məzhəbindən asılı olmayaraq, sünni qardaşlarımız, şiələr, başqa məzhəblər, İslamın fundamental məzhəbləri, İslamın o ənənəvi məzhəbləri hamısı deyir ki, İmam Hüseynə bizim canımız qurbandır. Biz ona ağlayırıq, biz ona göz yaşı tökürük, biz ondan şəfaət istəyirik və onun qatillərinə də nifrətimizi bildiririk, lənətimizi bildiririk. Və elə eyni şeyi də biz eləyirik. Buna görə də bizi ittiham etməyə ehtiyac yoxdur. Hər kim məni ittiham edirsə bu işlərimə görə, o zaman əhl-i sünnənin böyük alimlərini gərək məndən öncə ittiham eləsin. Allah and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bizləri din-i İslamidə, bu əqidədə, Əhl-i Beyt məktəbində sabit qədəm qərar versin.